Son günlər Quba rayonunun ucqar yaşayış məntəqələrində qarlı hava şəraiti müşahidə olunur. Susay Xınalıq avtomobil yolunun bir sıra hissələrində isə qarın hündürlüyü 3 metrəyə çatıb. Verilən məlumata görə digər ərazilərdə hətta qarın hündürlüyü 4 metrə qədər var. Bu son illərdə belə qar olmayıb, belə qar müşahidə olunmayıb. Hardasa bir 10 il var da, 10 il, 15 il var. Belə bir şey olmayıb. 3 metrə var, 3 metrədən də yuxarıda. 3 gündür hələ də təmizlənmə işləri gedir. Alandakı vəziyyət belədir. Hələ yuxarılar, qabaqlar bağlıdır hal-hazırda bu dəqiqə. Mənim 30 yaşım var, bu vaxta qədər belə bir hadisənin şahidi olmamışıq. Qar güclü yağır, hal-hazırda da yuxarıda istiqamətdə də qar yağma ehtimalları yuxarı getdikcə daha güclənir. Qarın hündürlüyü daha da yüksək səviyyəyə gəlib çatır. Bu ilin 27-28 mart tarixindən bu günə kimi yağan güclü qar yağışları nəticəsində Alpan Susay Xınalıq yolunun Susay kəndindən Qalaqdat kəndinə olan ərazisi güclü qar səbəbindən bağlı qalmışdır. Eyni zamanda güclü külək əsməyi nəticəsində yolun bütün hərəkət hissəsi deməli tamamilə qar dördlüyü ilə bağlanmışdır. Burada qarın hündürlüyü 30 santıdan tutmuş 4 metrəyə yaxın olaraq yəni qar kütləsi yığılmışdır. Hər iki tərəfdən texnikalar işləyir, həm Qalaqdat tərəfdən, həm də ki Susay tərəfdən. Yolun 6 kilometrə yaxın ərazisi təmizlənməmiş qalmışdır, digər yerləri açıq.